Sabahınız xeyir olsun, əziz və hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük və həftənin birinci günüdür, 17 mart tarixidir. Və elə hər kəsə uğurlu gün və uğurlu həftə arzulayaraq biz də efirimizə başlayırıq. Ramazan ayının da 17-ci günüdür, oruc tutanların orucu duaları qəbul olsun deyirik. Biz isə 3 saatlıq efirlə qarşınızdayıq və bu həftə ilə bayramlar həftəsidir. Əlbəttə ki, biz bizim qədim bayramımız olan, doğma bayramımız olan Novruzu da bu həftə qarşılayacağıq. Elə efirdə olacağıq deyə bilərik və elə mən də istərdim ki, hazırda öz əziz həmkarımı salamlayım. Sabahın xeyir olsun Şahid. Sabahın xeyir olsun Tərənə. Dəyərli izləyicilər, gününüz aydın olsun, işləriniz avanda olsun. 3 saatlıq proqramla canlı yayımda qarşınızdayıq. Bugün də günün ən maraqlı mövzularını gündəmə gətirməyə çalışacağıq. Vaxt Tərənə həqiqətən sürətlə necə irəliləyirsə, bir gözümü yumdum, açdım, gördüm ki, artıq Novruz bayramı qapıdadır. Və əziz tamaşaçılar, bu arada elə öncədən bayramımızı da təbrik edirəm hər birinizin və Telesəhərin xüsusi bir hazırlıqlı bir proqramı olacaq. Yüksək səviyyədə sırf bayram əhval-ruhiyyəli bayramla bağlı mövzuları işıqlandıracağıq. Xüsusi bir buraxılış da təqdim edəcəyik. Yəni bir sözlə çox da məmnunuq. Bayramda efirdəyik dostlar. Canlı yayımda olacağıq.